Şehitler ölmez, vətən bölünməz. Bugün bizim məğrur bir günümüz, kədərli olsa da anım günümüzdür. Tarixə izi ilə yazan, öz torpaqlarımız üstündə canlarından keçən, savaşa qəhrəmancasına cavab verən şəhidlərimizin anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Cənnəti axtaran hər bir kəsə ünvanlı şəhid. Çün səni unutmaqda torpağın üstündəki bircə damcı qanlı şəhid. İnsanın alisidir, gör necə insandı şəhid. Ki vətən torpağı uğrundakı qurbandı şəhid. Cənnəti axtaran hər bir kəsə ünvanlı şəhid. Çün səni unutmaqda torpağın üstündəki bir Fərid Seyidov 211 nömrəli məktəbin 2-cü sinifində oxuyuram. Mənim 8 yaşım var. Arqın dilində təzbər sinir. 2783 şəhid. Aydın səmalardı, açıq alındı. Sizin sayənizdə Ağdam azaddır. Kəlbəzər alındı, Laçın alındı. 2783 şəhid. Xudayar səsində vətən sözüsüz. Qarabağ uğrunda təkcə şəhid yox, həm də Qarabağın artıq özüsüz. Önündə diz çöküb, baş əyirik biz. Can verib can verdin, başa, torpağa. İndi ürəklərdir sənin vətənin. Döndüm könüllərdə, inməz bayrağa. Bizə haqqınızı halal eyləyin. Sizdən yaradan bizi vətəndir. 2783 şəhid, 1245 yaralı igid. Yüzlərlə qəhrəman qazi vətəndir. Mən Hacıyeva Zeynəb 182 nömrəli məktəbdə oxuyuram. Bugün şəhidlər günüdür. Şəhidləri ziyarətə gəlmişim. Torpağı vətən edən şəhidimin qanıdır. O bir xalq qəhrəmanı, o bir xalq dastanıdır. Polkovnik, mayor, gizir ya da silahlı əskər. Polad Həşimov adlı generaldır şəhidimiz. Çün səni unutmaqda